Salam əziz şagirdlər, bu gün biz 7-ci sinif kimya dərsində 6.2 və 6.3 mövzularının başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin əvvəlcə 6.2-də suallara baxaq uşaqlar. Kibritin yandırılması zamanı kimyəvi reaksiyanın hansı əlamətləri müşahidə olunur? Biz adi gündəlikdə kibriti yandırırıq uşaqlar. Kibriti yandıranda nə görürük? Əvvəlcə işığın əmələ gəlməsini görmək olar. Həmçinin barmağımızı ona yaxınlaşdırdıqda istiliyin ayrıldığını müşahidə edə bilirik və həmçinin nə olur uşaqlar? İyin əmələ gəlməsi müşahidə olunur. Yəni bizdən hansı əlamətlər müşahidə olunduğunu deyirsə, iyi yaza bilərik, işığı yaza bilərik, işığın əmələ gəlməsini yaza bilirik, iyin əmələ gəlməsini aid edə bilərik. Bir də nə oldu uşaqlar? İstiliyin ayrılmasını aid edə bilərik. İstilik. İkinci suala baxaq. Əvvəlki bölmələrdə kimyəvi reaksiyanın getməsi ilə müşahidə olunan hansı laboratoriya təcrübələri aparmısınız? Bu kimyəvi reaksiyalar hansı əlamətlərlə müşahidə olunub? İndi bilmirəm uşaqlar sizə gündəlik hansı təcrübələr göstərilib. Mən bəzi keçirdiyimiz təcrübələrdən buna misal olaraq, məsələn, şəkərin qızdırılmasını aid edə bilərəm. Şəkərin qızdırılması nəticəsində nə olurdu? Qızdırma zamanı əvvəlcə şəkərin özü qəhvəyi rəngə dönürdü. Biraz daha qızdırmanı artırdıqdan sonra nə olurdu? Qara rəngə çevrilirdi. Yəni, qəhvəyi rəngə əvvəlcə dönür, daha sonra qara rəngə dönür, rəng dəyişməsi nə olur? Müşahidə olunur. Həmçinin uşaqlar, kristalik şükürddən plastik şükürdün ayrılmasını da buna aid edə bilərik. Məsələn, kristalik şükürd qızdıran zaman nə olurdu? Əriyirdi. Əridilmişlikdə əriyən kristalik şükürdü ani şəkildə soyuq suya tökən zaman nəticədə elastik, rezina oxşar plastik şükürd əmələ gəlirdi. Burada məsələn, nə dedim? Kristalik şükürdün plastik şükürdə çevrilməsini aid eləmək olar. Plastik şükürd. Öyrəndikləriniz yoxlayına baxaq. Kimyəvi reaksiyanın əlamətlərinə hansıları nümunə göstərə bilərsiniz? Ətrafımızda baş verən belə reaksiyalara nümunələr göstərin. Gəlin nümunələri bir-bir yazaq uşaqlar. Bizdə hansıları idi? Baxın elə burada da yuxarıda qeyd olunub. Birinci, rəngin əmələ gəlməsi və yaxud da itməsi. Rəngin əmələ gəlməsi və yaxud itməsinə uşaqlar, dəmirin paslanmasını misal göstərə bilərəm. Dəmirin paslanması nəticəsində paslanma baş verir və rəng dəyişməsi baş verir. Bu zaman boz rəngdən qəhvəyi rəngə keçid olur. Daha sonra çöküntünün əmələ gəlməsini aid eləmək olar. Çöküntünün əmələ gəlməsini uşaqlar, baxın, əhəng suyu ilə, yəni kalsium OH2 ilə CO2 qazının reaksiyası nəticəsində alınacaq kalsium karbonat çöküntüsü və suyu əmələ gətirəcək. Yəni, biz burada əhəng suyu üzərinə gəlsin karbon qazı, karbonat çöküntüsü və suyu aid edə bilərik. Daha sonra bizdən qazın ayrılması da vardır. Qazın ayrılmasına, məsələn, bunu aid edirəm uşaqlar. Baxın, sirkə, ola bilər ki, bunları bilmirsiniz. Bilməsiniz də öyrənmək daha yaxşıdır. Sirkə turşusunun, yəni CH3COH-ın soda ilə qarşılıqlı təsir nəticəsində nə alınırdı uşaqlar? Əvəz etmə reaksiyası nəticəsində CH3, CO natrium alınır, üzərinə gəlinsin H2 alınır, üzərinə gəlinsin CO2 qazının ayrılması müşahidə olunur. Yəni qazın ayrılması burada da müşahidə olundu. Daha sonra iyin əmələ gəlməsi vardır. İyin əmələ gəlməsində uşaqlar nə dedik? Biz kibritin yanması ilə bura misal göstərə bilərik. Kibritin yanması nəticəsində nə olacaq? İyi əmələ gəlməsi müşahidə olunacaq. Daha sonra istiliyin ayrılması və yaxud da udulması. İstiliyin ayrılmasında uşaqlar ən böyük, ən yaxşı misal odun yanmağıdır və yaxud da kömürün yanmağıdır ki, nə olacaq? Bu zaman istiliyin ayrılması müşahidə olunacaq. Odun yanması və yaxud da kömürün yanması. İşığın əmələ gəlməsi. İşığın əmələ gəlməsində də uşaqlar, biz məsələn şamın yanmasını aid edə bilərik. Şamı neyinirik? Yandırırıq. Bu zaman iyi əmələ gəlir, işıq əmələ gəlir, istiliyin ayrılması müşahidə olunur. Elə bizə işığın əmələ gəlməsinə də şamın yanmasını aid edə bilərik. Ümid edirəm ki, hər biri göründü, aydın oldu sizə. Daha sonra ikincidə nə yazıb bizə?
İki müxtəlif əlamətlə müşahidə olunan reaksiya nümunəsini göstərin. Uşaqlar, ən gözəl nümunə yeməyin bişməsini, yəni və yaxud da yeməyin bişməsi deməyim, yeməyin yanmasını aid edə bilərik. Baxın, yeməyin yanması zamanı nə olur? Yeməyin yanması. Bu zaman i əmələ gəlir. Daha sonra biz gedib yaxınlaşıb yeməyə baxanda görürük ki, uşaqlar, nə olur? Rəng dəyişikliyi baş verir. İ əmələ gələcəkdir və rəng dəyişikliyi baş verəcəkdir. Bununla da iki müxtəlif əlamət müşahidə olunacaq. İndi gəlin 6 nöqtə üstə də baxaq. Gündəlik həyatınızda istiliyin ayrılması ilə müşahidə olunan hadisələrə misallar göstərin. Artıq biz bunları dəfələrlə təşkil elədik uşaqlar. Məsələn, oduncağın yanmasına aid edə bilərik, kibritin yanmasına aid edə bilərik, kağızın yanmasına aid edə bilərik, təbii qazın yanmasına aid edə bilərik, şamın yanmasına aid edə bilərik. Bunların hər biri nədir uşaqlar? İstiliyin ayrılması ilə müşahidə olunan hadisədir. İkinci suala baxaq. Fotosintez reaksiyası və qlükozanın canlı orqanizmlərdə çevrilməsinin egzotermik yoxsa endotermik reaksiyalara aid olduğunu müəyyən edin. Biz mövzunun içərisində qeyd elədik ki, fotosintez reaksiyası zamanı günəş enerjisi udulurdu, həmçinin havadakı karbon qazı və su buxarda udulurdu. Udulan enerji hesabına nə olurdu uşaqlar? Qlükoza əmələ gəlirdi və oksigen ayrılırdı. Qlükozanın özü bizim yediyimiz qida maddələrində toplanırdı və biz yediyimiz zaman qida maddələri nə olurdu? Parçalanırdı. Parçalanma nəticəsi nə olacaq uşaqlar? Endotermik reaksiya olacaq. Yəni nə oldu? Endotermik. Öyrəndiklərinizi yoxlayına baxaq. Egzotermik və endotermik reaksiyalar bir-birindən nəyinə fərqlənirdi? Egzotermik reaksiyalar mövzunun içərisində qeyd elədik ki, istiliyin ayrılması ilə müşahidə olunurdu. Egzotermik reaksiya nəticəsində biz onu müsbət Q ilə işarə edirdik. Endotermik reaksiyaların özü istiliyin udulması ilə müşahidə olunurdu və biz onu nə ilə işarə edirdik uşaqlar? Mənfi Q ilə işarə edirdik. Metanın yanma reaksiyasında istilik effektini nəzərə alaraq reaksiyanın söz tənliyini yazın. Gəlin yazaq uşaqlar. Metanın yanma reaksiyası. Yəni metan oksigen ilə reaksiyaya daxil olacaqdır. Oksigen ilə reaksiyası nəticəsində uşaqlar biz nə demişdik? Üzvü maddələrin yanma reaksiyası nəticəsində karbon qazı alınırdı. Karbon qazı və nə alınır? Su alınır. Bu bizim oldu su söz tənliyimiz. Həmçinin uşaqlar biz bunu gəlin elə adi reaksiya tənliyi kimi yazıram. CH4 üzərinə gəlsin O2, CO2 üzərinə gəlsin suyu əmələ gətirəcək. Bu da bizim reaksiya tənliyimiz oldu. Yanma reaksiyası istilik effektinə söz tənliyi də yazdıq. Bu da nədir uşaqlar? İstiliyin ayrılması ilə müşahidə olunur. İstiliyin ayrılması ilə müşahidə olunduğuna görə müsbət Q şəklində qeyd etmiş olacağıq. İzahımız bu qədər idi. Ümid edirəm izahım aydın oldu uşaqlar. Kanala dəstək olmaq üçün videonu bəyənib, rəy yazıb, abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.